12 günlük tətildən sonra məktəblər öz qapılarını şagirdlərinin üzünə açdı. Təbii ki, tətil müddətində məktəb üçün darıxanlar da var. Mən dərsin başlamasını istəyirdim, çünki evdə qalmaq mənim ürəyimi sıxırdı. Dərslərin başlamasına sevinməyənlər də. Mən dərsin başlamasını istəmirdim, çünki bir müddət evdə qalmağımı istəyərdim. Bu balaca dostumuz da qınanlası deyil, çünki tətildən sonra dərsə adaptasiya hər uşaqda eyni cür olmur. Biz də paytaxt məktəblərinin birində olub uşaqların tətil sonrası ilk dərs gününü müşahidə etdik. Mən dərsin başlamasını istəyərdim, amma bir həftədən sonra yenidən tətil olsun. Mən dərsin başlamasını istəyərdim, çünki oxumağı çox sevirəm, amma dostlarım üçün çox darıxdım. Mən məktəbin başlamasını istəyərdim, çünki əvvəlcə bayramlar qəşəng keçir, ondan sonra adam evdə sıxılır. Məktəbin başlaması bizə müsbət təsir göstərirdi, hansı ki, tətildə bir müddətdən sonra insan evdə sıxılmağa başlayır. 12 günlük tətildən sonra məktəbə gəlmək və adaptasiya olmaq çox çətin oldu. Məlum məsələdir ki, 9-cu sinif imtahanı, buraxılış imtahanına hazırlaşmaq, həyəcanı, hazırlıqları tətildə də bizi tək buraxmadı. Hazırlıqları gedib gələndən sonra məktəbə adaptasiya olmaq çox çətin oldu. Adaptasiya halı təkcə şagirdlər üçün deyil, çox sayda uşaqla birgə işləyən müəllimlərə də aiddir. Eyni şagirdlər kimi ilk öncə o keçirdiyimiz tətilin gözəl günlərini, o xatirələri, aldığımız enerjini eyni qaydada biz də müəllim olaraq məktəbə gətiririk və şagirdlərimizlə təmasda, münasibətdə istər-istəməz həmin o enerji, o gümrahlıq özünü göstərir və ruh yüksəkliyi ilə də dərsimizə davam etdiririk. Maraqlıdır, bəs müəllimlər hansı metodlarla uşaqların fikrini dərsə yönləndirir? Tətildən sonra ağır dərs yükü ilə yükləməyib, deməli, ən çox tətil vaxtı, tətili necə keçirdi, bayramı necə istirahət etdi, onun haqqında söhbət aparırıq və tətildən öncəki keçilən dərslərin bir növ sual-cavabla təkrarı şəklində dərsimizi qururuq. Dərslə bağlı bunlara sual-cavab edirəm, sonra başlayıram yeni dərsin izahına. Şübhəsiz ki, çətin olur uşaqlar üçün baxmadan 12 gün ifadədən sonra hesab edirəm ki, biraz istər-istəməz çətin olur. Tətil sonrası dərsə başlamaq üçün çox ağır və sıx dərs planlarından qaçmaq lazımdır. Tətil müddəti şagirdlər üçün istirahətin və azad vaxtın keçirilməsi deməkdir. Bu dövrdə şagirdlərdə gündəlik rejimlər dəyişilir, yuxu rejimi pozulur, ümumi öyrənmə vərdişlərindən kənar qalırlar. Ümumilikdə götürdükdə isə məktəb mühitindən kənar qaldıqları üçün yenidən məktəbə qayıtdıqları zaman onlarda müəyyən çətinliklər baş verir. Bu dövrdə valideynlər və müəllimlərin dəstəyi çox önəmlidir. Belə ki, hər bir uşağa fərdi şəkildə yanaşmaq lazımdır, onlara anlayışla qarşılamaq lazımdır. Müəllimlər dərsdə şagirdlər marağını artırmaları üçün onlara müsbət yönümlü fəaliyyətlərə cəlb eləməlidirlər. Eyni zamanda da onlara müəyyən zaman tanımaq lazımdır ki, bu dövrü rahatlıqla keçirsinlər. İlk günlərdə sadə və əyləncəli fəaliyyətlər, asan tapşırıqlar verərək şagirdləri yavaş-yavaş yenidən dərslərə alışdırmaq lazımdır.